Məncə başlaya bilərik. Əvvəla hamıya salam. Bugünkü dərsimizə qoşulduğunuza görə sizə təşəkkür edirəm. Deməli, birinci özüm haqqında danışım. Mən Salman Sadıqzadə, Sabahın Əlilləri qızıl medalçısı, həmçinin ISF Beynəlxalq Olimpiyadasında xüsusi mükafat qalibi. Deməli, salam. Deməli, bu kampumuzda ümumilikdə mən web proqramlaşdırmanı sizə öyrədəcəm. Web proqramlaşdırma ilə burada təcrübəsi olan kimsə varsa, zəhmət olmasa çata plus yaza bilər. Əslində fərq yoxdur, sadəcə elə belə məlumat üçün bilmək istəyirəm. Aha, tamam, gözəl. Əslində RFO biraz fərqlidir, yəni web proqramlaşdırmadan. Biraz yox, tamam fərqlidir. Sadəcə RFO-nu bilməyin yaxşıdır ki, yəni ən azından sintaksı başa düşmək üçün daha yaxşıdır. Bu qrupda əslində sıfırdan başlayacağam ki, yəni bütün hamı faydalana bilsin. Və kampımızı bitirəndən sonra əlbəttə ki, portfolio falan da yığa bilərsiniz özünüz üçün. Kampda bir neçə tapşırıqlar falan verəcəm, hansı ki, sizin üçün sayt falan qurmaqda köməklik olacaq. Kamp bitəndən sonra həmçinin harda məsələn davam elətdirə bilərsiniz, yəni öyrənə bilərsiniz. Ya məsələn görsəm ki, əgər gözəl saytlar düzəldirsiniz, bəlkə yəni sizin üçün klient falan tapmaqda onlardan da sizə dərs keçə bilərik. Mən özüm artıq bundan 3 ildir məşğulam və mənim 15 plus sayt düzəltmişəm, klientlərə satmışam. Yəni bu iş çox yaxşı işdir. Gələcəyin, həmçinin gələcəyin işidir. Onda məncə başlaya bilərik. Mən bir dənə ekranı paylaşım. Okay. Deməli, birinci slayddan mən başlayacağam. Əvvəla bunu bildirmək istəyirəm ki, bizdə elə bir ki, dərsləri ümumilikdə VS Code-da yazacağıq. Yəni, bilmirəm, məsələn, ola bilər ki, siz başqa yerdə də yazarsınız. Yəni, başqa, məsələn, tool-da, bilmirəm. Mən bildiklərim sadəcə VS Code-dur. Amma əgər siz yükləmək istəmirsinizsə, həmçinin Google-da girib CodePen var. Göstərim sizə. Bu sayta girə bilərsiniz. Buradan istəsəz qeydiyyatdan keçin, istəməsəz də elə Start Coding basın, açılacaq. Ümumilikdə, yəni rekomendasiya eləyərəm ki, siz də girib yazasınız. Yəni yazmaqla öyrənmək olar, belə deyim. Dediyim kimi, əgər VS Code varsa sizdə orada başa salacağam necə orada açırlar. Yoxdursa elə burada da yaza bilərsiniz. Yəni mən başlayanda burada yazırdım, kompüterim çox da yaxşı olmadığına görə. Amma telefondan da buna girmək olar. Sadəcə VS Code-u telefondan alınmayacaq. Yəni telefondan da qoşulubsunuzsa elə bura girə bilərsiniz. Deməli, ümumilikdə birinci başlayaq. Web proqramlaşdırma əsasən iki yerə bölünür. Biri web səhifələrin özü, biri web tətbiqlər. Web səhifələr odur ki, məsələn, ümumilikdə məlumat tipli olanlar, yəni məsələn Wikipediyanı götürə bilərik. Gördüyünüz kimi, məsələn, Wikipediyaya girəndə orada sadəcə oxuyursunuz. Yəni məsələn, belə deyim də, məlumat tiplidir. Yəni orada oxuyursunuz başqa şirkətlər haqqında, nəsə haqqında və ya elə şirkətlərin öz saytları ola bilər. Məsələn, hansısa bir sayta girirsiniz və orada məsələn şirkət haqqında oxuyursunuz, belə şeylər. Web tətbiq isə orada daha çox siz özünüz istifadə etdiyiniz bir şey. Məsələn, Instagram falan, YouTube falan. Gördüyünüz kimi YouTube-a girib orada videolara baxa bilərsiniz. Instagram-a girib orada da həmçinin postlara, videolara və s. Buna web tətbiqi deyilir. Fərqləri odur ki, web tətbiqlər əsasən daha güclü olur. Yəni web tətbiqlərdə daha çox funksiya olur. Yəni məsələn orada daha çox şeylər eləyə bilərsiniz, amma web səhifələrinin özündə sadəcə məsələn dediyim kimi informasiya tipli olur. Ümumilikdə biz hər ikisinə də baxacağıq, istifadə eləmək, yəni necə düzəltmək olar. Web proqramlaşdırma dediyim kimi çox yaxşıdır, yəni gələcəkdə karyera qurmaq üçün. Buna heç bir investisiya falan lazım deyil. Sadəcə investisiya olar ki, məsələn kurslar falan alasınız, öyrənərsiniz. Həmçinin məsələn burada freelance eləmək olar və ya remote işlər də çox yaxşıdır. Freelance odur ki, məsələn heç bir şirkətə qoşulmadan, heç bir iş yerinə getmədən öz evinizdən işləyirsiniz, klient tapırsınız və onlar üçün sayt düzəltirsiniz. Buna freelance deyilir. Yəni özünüz öz bossunuz olursunuz, belə deyim. Remote iş odur ki, məsələn tutaq ki, xaricdən bir sizə təklif gəlibdir hansısa şirkətdən və məsələn o şirkət üçün işləyə bilərsiniz, amma yəni o şirkətin məsələn ofisinə falan getmək lazım deyil. Sadəcə
öz evinizdə oturursunuz və işləyirsiniz. Əlbəttə ki, bu yüksək maaşlıdır. Həmçinin öz startapınızı qurmaq da çox yaxşıdır. Məsələn, bu veb proqramlaşdırmanı işlədərək bilmirəm, yəni yeni məsələn hal-hazırda AI dövründəyik. Məsələn, AI falan da düzəltmək olar. Düzdür, tam veb proqramlaşdırmanın özü ilə yox, daha çox dillər öyrənmək lazımdır. Yəni proqramlaşdırma dilləri. İndi onu gələcəkdəki dərslərimizdə başa salacağam. Deməli, veb-sayt düzəltməsində ümumilikdə 3 cür developer növü var. Birincisi front-end, back-end və full stack gedir. Front-end odur ki, biz baxacağımız bu kampda əsasən front-endin üstündə çalışacağıq. Niyə? Çünki back-end çox çətindir əslində. Həmçinin back-enddə daha çox vaxt lazımdır öyrənmək üçün. Yəni 6 aydan daha çox ola bilər. Yəni baxır sizin məqsədinizdən, nəyə görə back-end istifadə edirsiniz. Full stack-dakı back-end üstəgəl front-end deməkdir. Yəni hər ikisində bacarırsınızsa full stack developer olursunuz. Bu əsasən 3 cür iş kimi deyimsə, yəni məsələn siz front-end developer kimi işləyə bilərsiniz, ya təkcə back-end developer kimi işləyə bilərsiniz, ya da ki full stack developer kimi. Əgər freelance istəyirsinizsə daha çox full stack developerlər olurlar. Amma məsələn şirkətlərdə falan işləsəniz, daha çox məsələn əgər birinin üstünə düşsəz daha yaxşı olar. Çünki yəni bir çox şirkət əslində fikirləşir ki, məsələn əgər ikisini də bilirsinizsə, ola bilər ki, məsələn back-endi daha yaxşı bilirsiniz, front-endi daha yaxşı bilirsiniz. Ona görə yəni çox vaxt məsələn sadəcə birinə götürürlər işə. Dediyim kimi biz sadəcə front-endə baxacağıq. Çünki back-end 6 ay üstəgəl öyrənmək, yəni daha çox vaxt tutur. Amma front-enddə sadəcə front-endlə də əlbəttə ki sayt qurmaq olar, gözəl saytlar da qurmaq olar. Ancaq veb tətbiqlərdə biraz çətinlik yaşaya bilərik, amma veb səhifələrdə yəni sadəcə front-endlə işləmək olar. Baxım görüm sual varmı? Aha, atacağım. Bütün VS Code falan yükləmək üçün həmçinin video çəkəcəm sizin üçün, həm də PDF-in özündə atacağam, yəni oxumaq üçün. Belə deyim, əlbəttə ki, əvəz edə bilər, amma yəni AI əvəz edəcəksə yenə də kimsə qurmalıdır saytları. Ya məsələn, tutaq ki, AI əvəz elədi, yəni yenə də saytlar öz-özünə yaranan deyil ki, yəni yenə də məsələn siz klientlər tapa bilərsiniz və bu sizin üçün daha yaxşıdır ki, məsələn AI istifadə edərək saytları qura bilərsiniz. Amma bunu demək istəyirəm ki, yəni AI ilə hər şey etmək olmayacaq. Çünki tutaq ki, yəni böyük bir sayt olsun, siz AI-ya bir yazdıqca, yəni bilmirəm, görürsüz ya, çəkib deyə məsələn çox mesaj yazanda hərdən özünü itirir. Yəni başlayır səf-səf şeylər danışmağa. Bu da yəni AI yəni tamamilə belə işləyir. Yəni siz saytı nə qədər böyütsəniz, birdən görsəniz ki, sayt gedə-gedə yəni yaxşılaşmağın yerinə pisləşir. Burada da yəni sizin ən azından biliyiniz olmalıdır ki, yəni siz səhvlikləri tapasınız, baqları tapasınız və bunların öhdəsindən gələsiniz. Tamam, davam edək. Deməli, ümumilikdə yəni başa salın birincisi, veb-sayt düzəltməyə girməzdən əvvəl birinci başa düşmək lazımdır. Yəni ümumilikdə saytlar necə işləyir? Deməli, bizdə domain deyilə bir şey var. Domain nədir? Adicə məsələn google.com, bu adlar var, google.com, bilmirəm edu.gov.az, yəni bunlara domain deyilir. Siz istifadəçi olaraq məsələn Google-a girirsiniz, hər hansı bir brauzerə girirsiniz və onun elə bir ki domaini yazırsınız axtarış yerində. Və elə bir ki, avtomatik olaraq internetdən, evdəki sizin internetdən serverə ümumilikdə request gedir. Ondan sonra server elə bir ki, bu domaini kompüter dilinə çevirir. Necə yəni? Bilmirəm, görürsünüz, eşidibsiz ya, IP deyilə bir şey var, IP adres. Domenlər insanlar üçün daha yaxşı başa düşsünlər deyənə, yəni yaradılıbdır. Məsələn, əsasən ən birinci kompüter olanda, yəni təzə-təzə yarananda insanlar IP adresindən məsələn harasa girirdilər saytlara falan, yəni təzə-təzə yarananda. IP adresləri isə məsələn 192.0.0.6 məsələn belə bir şeylər olur və bu isə insan üçün biraz çətindir. Məsələn, mən indi dedim 192.0.0.6 heç kim başa düşmədi də, yəni bu nəyin saytıdır? Görən nəyin saytıdır? Yəni o sayta girməsəz başa düşməlisiniz. Amma məsələn hal-hazırda tutaq ki google.com, hansı ki mən dediyim indiki IP adreslərdə, yəni tutalım. Onda yəni Google oxuyanda siz başa düşəsiniz ki, hə bu deməli Google-un saytıymış. Ona görə insanlar belə bir qərara gəldilər ki, domenlər yaratsınlar. Deməli, serverə gedəndən sonra bu domen dediyim kimi IP adresə çevrilir və ondan sonra o IP adresdəki ümumi faylları elə ki, brauzeriniz götürür və sizə render eləyir. Renderdə yəni ekranda görünür.
Ekranda görünməsi isə hosting ilə bağlıdır. Hosting isə nədir? Ümumilikdə məsələn serveri falan orada qurmaq üçün hosting yəni lazımlı şeydir. Hostingsiz əlbəttə ki saytı yəni qura bilmərsiniz internetdə. Amma yəni hostingin heç bir kodu falan yoxdur. Hostinglər məsələn eləsi var pullu olur, eləsi var pulsuz olur. İndi onu dediyim kimi kampımızın axırıncı dərslərində necə məsələn Google-da eləyə bilərik ki, sizin saytınız yaransın. Ora keçid edəndə artıq sizə başa salacağam. Deməli, ümumilikdə biz öyrənəcəyimiz HTML, CSS və JavaScript olacaq frontend üçün. React da frontend sayılır. Sadəcə React daha çətindir, React.js. Bu qat-qat çətindir. Yəni əlbəttə ki React.js daha güclü işləyir bu üçündən. Çünki bu daha yəni yeni bir dildir. Amma yenə də biz bundan başlayacağıq. Çünki yəni sırası React-dan başlasaq qat-qat çətin olar. Mənim tövsiyəm odur ki, birinci bu üçünü öyrənəsiniz. Ondan sonra özünüz istəsəz məsələn əlavə React-da öyrənə bilərsiniz və s. Node.js bu backenddir əslində. Yəni məsələn backend quranda mən istifadə etdiyim dil Node.js-dir. Başqa backendlərdə də qurmaq olar. Məsələn PHP deyə bir şey var, orada da qoya bilərsiniz. Yəni Python-un özündən də yaza bilərsiniz backendi. Amma yəni daha çox insanlar Node.js işlədilər çünki daha rahatdır. Həmçinin verilən bazalarda yəni bu məsələn data gedir. Tutaq ki Facebookda o qədər məsələn məlumatlar var, YouTube-da o qədər məlumatlar var. Onları saxlamağa bir yer lazımdır. Buna isə baza deyilir, yəni data bazası. Məsələn MongoDB var, SQL var, yəni onların hamısını danışacağıq. Deməli, dediyim kimi biz əvvəla HTML-dən başlayacağıq. Aranızda əslində HTML olanlar, bilənlər var. Həmçinin yəni əgər 11-ci sinifsinizsə və ya 10-cu sinifsinizsə, yəqin ki blok imtahanına hazırlaşırsınız, yəni birinci qrupdan. Kimki informatikaya gedir, HTML-i bilməlidir. Çünki bizim dərsliklərdə, proqramda da var HTML, yəni bu orada sizə kömək edə bilər. Deməli, HTML-in ilk öncə fərqini demək istəyirəm. HTML proqramlaşdırma dili deyil. Yəni bunu səhv salmayın. Məsələn, çox bir insan var. Əslində mən də əvvəl elə yazırdım ki, məsələn LinkedIn-də falan öz məsələn səhifəsini quranda orada yazır ki, məsələn HTML dilini bilirəm, amma yəni HTML dil deyil. Belə başlayalım. Məsələn, burada mən belə göstərsəm daha yaxşıdır. Məsələn bu Notes proqramına girirəm. Məsələn HTML də tam belə bir şeydir. Məsələn bu sadəcə belə bir dokument və ya Windows-da tam bilmirəm, orada notebook olmalı səhv eləmirəmsə. Yəni ümumilikdə elə bir ki burada yazırsınız, tutaq ki kodları falan və bu HTML adlanır. Yəni məsələn digər dillərdə tutaq ki C++, yəni RFO-ya gedənlər bilir. Deməli C++-ı məsələn bizdə compile deyə bir şey var. C++ compile olunmalıdır, amma HTML-də bu elə deyil. HTML compile olunmur. Bu isə buna görə də bu web elə bir ki proqramlaşdırma dili sayılmır. Amma HTML yəni çox populyardır və əlbəttə ki sayt düzəltməsində bu çox vacib bir şeydir. Deməli dediyim kimi bu üç dildə işləyəcək. HTML skelet kimi sayılır. İndi bunu məsələn saytın özünü quranda siz daha yaxşı görəsiniz nəyə görə bu skelet adlanır. CSS buna dizayn kimi baxacağıq. Yəni ümumilikdə məsələn HTML əgər çox sadə görsənirsə, yəni ümumilikdə məsələn Word-a giribsinizsə, Microsoft Word-da orada məsələn nəsə yazırsınızsa, rəng falan qoymasanız, yəni bu çox sadə görsənir. Amma bunu məsələn dizayn eləmək istəsəz artıq biz CSS istifadə edəcəyik ki, bunu da öyrənəcəyik və JavaScript isə artıq məsələn sizdə funksiya falan olsa, tutaq ki məsələn knopkaya basanda istəyirsiniz ki, bir artsın, bir azalsın, yəni bunun üçün JavaScript istifadə etmək lazımdır. Bu ikisi dediyim kimi əsasən belə görünüş, bu isə əsasən funksiyaya elə bir ki funksiya üçündür. Ondan sonra indi başa salmaq istəyirəm ümumilikdə HTML necə yazacağıq. Deməli birincisi dediyim kimi biz daha çox VS Code-da işləyəcəyik. VS Code budur. Əgər sizdə yoxdursa, dərsdən sonra göndərəcəm video, ora baxarsınız, yükləyərsiniz. Amma yəni dediyim kimi yükləmək də çox da vacib deyil. Yəni məsələn dediyim kimi bu CodePen-i girib, mən məsələn burada işləyirdim. Yəni burada gördüyünüz kimi HTML-i bura yazsınız, CSS bura, JavaScript bura. Bir dənə suallara baxım. Okay.
Dediyim kimi, yəni bura girə bilərsiniz. Telefondan əgər giribsinizsə elə ən yaxşısı bunu istifadə etməkdir. Çünki VS Code-u telefonda yükləmək olmur. Amma VS Code varsa, yəni elə məsələn yeni bir folder açıb ümumilikdə bura girə bilərsiniz. Deməli, birinci VS Code-dan başa salacağam, çünki burada açmaq biraz fərqlidir. VS Code foldera girəndən sonra buradakı knopkaya basdınız və burada məsələn ən çoxu index.html yazılır. Deməli, nəyə görə indeks? Bu hosting ilə bağlıdır. Məsələn, əgər sizdə backend olmasa, onda ki hosting başa düşsün ki, sizdə məsələn hansıdır HTML faylı, o əsasən bu indeksə görə biləcək. Yəni burada çoxlu HTML faylları olar. Çünki məsələn bir HTML faylı bir səhifə deməkdir. Yəni əgər çoxlu səhifəniz varsa, əsas səhifəni tapmaq üçün bu indeks sözünü axtaracaq. Yəni istədiyiniz adı qoya bilərsiniz. main.html, salam.html qoya bilərsiniz, amma yenə də mən tövsiyə edirəm ki, indeks qoyasınız həmişə. Çünki yəni dediyim kimi bu gələcəkdə sizdə problemlər yarada bilər. Deməli VS Code-da birincisi biz skelet kodunu yazmalıyıq. Skelet kodunu yazmaq üçün çox uzun koddur. Ona görə VS Code-da rahatlaşdırıblar ki, əgər məsələn nida işarəsi yazsaz, avtomatik olaraq enter-ə bassaz, gördüyünüz kimi belə bir kod yazılacaq öz-özünə. İndi bu kodu da başa salacağam ümumilikdə. Amma CodePen-dən giribsinizsə bunu yazmaq lazım deyil əslində. Çünki artıq yəni öz-özünə yazılır CodePen-də. Sadəcə burada görsənmir. Yəni sizin rahatçılığınız üçün. Deməli başlayaq. Birincisi bu doc.html bir sətir sizə başa salacağam ki, yəni tam düzgün başa düşəsiniz. Deməli bu nədir? Məsələn, dediyim kimi burada məsələn bir dəqiqə. Burada deməli ekranda görsənəndə birinci saytımız bu faylları axtarır və faylların içinə girəndə bu birincisi baxmalıdır da ki, bu hansı fayldır. Ona görə biz həmişə bunu yazırıq ki, məsələn server bunu başa düşsün ki, bu HTML fayldır. Yəni saytı əsasən burada render olunacaq. Ondan sonra bu language English deməkdir ki, yəni ingilis dilindədir sayt. Bu nəyə görədir? Yəni əslində bunu tutaq ki, belə yazsaq, məsələn az yazsaq, ondan sonra burada ingilisdə yazsaq, yəni onun heç bir fərqi yoxdur. Bu nəyə görədir? Deməli siz məsələn Google-da falan axtarış eləyəndə, nəsə axtarış eləyəndə Google-da, orada məsələn sizin yaşadığınız ölkəyə baxır. Tutaq ki, əgər siz Azərbaycanda yaşayırsınızsa, daha çox Azərbaycanca olan saytları sizə göstərir. Bu da ona görə burada az yazılanları axtarır. Məsələn, İngiltərədə yaşayırsınızsa və ya sualı ingiliscə yazıbsınızsa ki, Google sizə ingiliscə saytda göstərsin, həmişə burada N axtarır ki, yəni saytın özü ingiliscə olsun. Yəni bunu səhv yazsaz da problem deyil, heç bir error falan vermir. Amma yenə də saytınız hansı dillədir, yəni o dili buraya yazsaz ən yaxşısıdır. Deməli, sonra HTML iki yerə bölünür. Biri head tag gedir, bir də body tag. Deməli head tag odur ki, bunun içərisində olanları görsənmir. Yəni bura nə yazsanız saytda görsənməyəcək. Amma body tagin olan içindəkilərin bütün hamısı görsənəcək. Birincisi bu UTF-8. Bunu da elə bir ki, əgər siz yenə də məsələn 10-cu sinifsinizsə, 11-ci sinifsinizsə, birinci qrupa hazırlaşırsınızsa, bunu bəlkə də bilənləriniz var. UTF-8 nədir? Deməli bu ümumilikdə bütün dünyada istifadə olunan dillər üçün bir belə deyim datadır. Məsələn bu UTF-8 yazanda məsələn tutaq ki, siz burada emoji falan qoysaz, ya məsələn nida işarəsi qoysaz, bunu sayt başa düşəcək. Amma məsələn daha çox başqa datalar da var. Məsələn onları yazsanız tutaq ki, daha köhnələrini yazsaz və məsələn tutaq ki, ə hərfi burada yazsanız, onda saytda baxasınız ki, ə hərfi görsənməyəcək. Çünki yəni sayt başa düşməyəcək axı bu nə simvoludur. Ona görə biz çox vaxt UTF-8 istifadə edirik. Çünki ən böyük data budur və demək olar bütün simvollar var burada. Olmayan simvollarda əslində belə sayta girən kimi görəcəksiniz ki, görsənmir. Onu da qarşını almaq üçün gələn dərslərdə başa salacağım nə etmək lazımdır. Ondan sonra bu da ikinci metod haqqımızdır. Bu isə nədir? Məsələn, bu telefonda düzgün görsənməsi üçündür. Yəni saytları məsələn CSS-də yazandan sonra biz iki cür düzəldirik. Biri məsələn həm kompüter versiyası, həm telefon versiyası. Yəni istəyinizdən asılıdır. İstəsəz məsələn utilizerlər üçün də düzəldə bilərsiniz. Bu nəyə görə? Məsələn, hərdən görübsüz ki, sayta girəndə düzgün görsənmir. Yəni dizaynı falan düzgün deyil. Tutaq ki, telefondan girəndə. Amma kompüterdə daha yaxşı görsənir. Ona görə bunu qoyuruq ki, avtomatik olaraq məsələn sizin ekranınızın uzunluğuna baxsın və saytı ona görə düzəltsin. Title isə
Deməli burada yazılandı gördüyünüz kimi. Burada indi hal-hazırda new tab yazılıbdı, amma bura nə yazsanız o yazılacaq, yəni gələcəkdə. Bunların heç hansı kod pendə yoxdur, amma yəni ona görə mən deyirəm VS Code-da yazsanız yaxşıdır ki, burada daha yaxşı başa düşəsiniz. Amma yəni burada da yazsanız problem deyil. Məsələn başlayaq ilk kodumuzu yazmaqdan. Birinci mən ümumilikdə kodların özünü başa salım. Okay. Tamam. Deməli birinci paragraf, birinci paragrafdan başlayaq. Paragraf nədir? Paragraf ingilis dilindən, yəni tərcümədə bəlkə də bilərsiniz, yəni abzas kimi gedir. Deməli bu paragrafın içinə ümumilikdə mətni yazsınız və nə mətni yazsaz orada görsənəcək. Tutaq ki, məsələn mən yazsam P, məsələn salam, belə yazaq. Ondan sonra əgər saytı yandırsam gördüyünüz kimi burada salam yazılacaq. İndi görürsünüz burada document yazılıbdır. Məsələn burada da dəyişə bilərik. Burada salam yazaq. Ctrl C. Gördüyünüz kimi burada da yarandı. Birincisi burada mən live bilməyənlər üçün mən burada elə bir ki live server istifadə edirəm ki, avtomatik olaraq mən saytımı göstərsin. Bu nəyə görədir? Yəni bu çox rahatdır. Əgər VS Code varsa elə extensionsa girin, buradan siz bunu yükləyin. Buradakı knopkaya yaranacaq Go Live sözü olacaq. Onun üstünə basan kimi avtomatik olaraq yəni saytı brauzerdə açacaq. Bu da çox rahatdır sizin üçün. Yəni ümumilikdə belə VS Code-u setup eləmək üçün bir dənə video göndərəcəm. Orada ümumilikdə başa salacağam. Yəni nə etmək lazımdır. Amma yəni hələlik devam edək. Deməli gördüyünüz kimi paragraf necə yazılır? Gördüyünüz kimi burada yazıldı. Salam. Yəni bu saytınızı yəni belə yazır. İndidən başlaya bilərsiniz, yəni saytınızı yazmaq üçün. Yəni mənim üçün fərqi yoxdur. Ya istəsəz dərsdən sonra da yaza bilərsiniz. Deməli bunların fərqləri nədir? Birincisi bunu başa salmaq istəyirəm ki, həmişə kodlarda bütün hamısında yox, amma kodlarda çox vaxt açılış tagi və bağlanış tagi olur. Bu nə deməkdir? Deməli açılış tagi məsələn paragraf üçün kodumuz budur, P gördüyünüz kimi. Belə yazandan sonra deməkdir ki, məsələn bundan sonraki nə olacaq? Deməli bu paragraf kodunun içində olacaq. Yəni ümumilikdə belə bir şey çıxmalıdır. Və bunu biz nəyə görə yazırıq ki, məsələn bunu yazırıq ki, məsələn bilinsin ki, buradan başlayaraq buradan bura kimidir. Yəni kodun ümumilikdə uzunluğu bura kimidir. Ona görə bizdə həmişə closing tag olur və opening tag olur. Deməli bağlayanda sadəcə slash qoyursunuz. Bu deməkdir ki, bağlandı və açanda heç nə, sadəcə içində P yazırsınız. Deməli gördüyünüz kimi, yəni bunun içinə nə yazsanız, tutaq ki, dəyişək. Ondan sonra save eləsək və gördüyünüz kimi yenə də burada çıxır. Yəni ümumilikdə bunun içinə nə yazsanız saytda görsənəcək. Və deməli bunun başqa tagləri də falan var. Məsələn, əgər Microsoft Word-da məsələn bilmirəm istifadə edibsiz ya yox, deməli orada heading var. Bu HTML-in özündə də var. Məsələn tutaq ki H1 yazsaq. VS Code-da yaxşıdır ki, məsələn elə H1 yazsanız, avtomatik olaraq enter vursanız öz-özünə bunu yazacaq. Amma yəni yenə də özünüz istəsəniz yazmaq, yəni onu da yaza bilərsiniz. Məsələn belə H1. Deməli H1 nədir? Header 1 adlanır. Bunun ümumilikdə 6 dənə olur əslində. Birincisi H1, sonra H2, 3, 4, 5 və 6. Okay. Bunların birincisi fərqini deyim. Bu əsasən boyla, yəni nə qədər böyük olsun tekst, onun fərqidir. Məsələn burada 1 yazsaq, burada 2, 3, 4, 5 və 6. İndi məsələn bura girsəz gördüyünüz kimi belə bir şeydir. H1 həmişə ən böyüyü sayılır. H6 isə ən kiçiyi sayılır. Gördüyünüz kimi, yəni header tag deyən həmişə qalın olur, şrifti qalın olur gördüyünüz kimi. Yəni məsələn bunların hamısını silsək, məsələn hello world-u bura yazsaq. Gördüyünüz kimi paragrafdan fərqli olaraq H1-in içindəki olan həmişə daha böyük olur və qalın şriftlə yazılır. Buna əsasən dediyim kimi başlıqda yazmaq üçündür. Məsələn saytlarda falan başlıq göstərmək üçün və ya yəni bunu bir sözlə HTML-i belə fikirləşə bilərsiniz. Tutaq ki Word-da bir dənə sənəd yazmaq istəyirsiniz. Yəni ümumilikdə sənəd kimi fikirləşin hələ ki HTML-i. Yəni tutaq ki siz sənəd yazsınız. Sadəcə bu səfər məsələn mouse-la belə basaraq və ya Word-da olaraq istifadə eləmirsiniz, amma yazaraq edirsiniz bunu. Yəni kodları yazaraq belə bir şey fikirləşə bilərsiniz. Deməli
Daha yaxşı olar ki, belə yazsaq daha yaxşı görsənsin. Okay. Dediyim kimi, deməli H1 ən böyük deməkdir, H6 ən kiçik deməkdir və bu 6-ya kim gedir? 7 yoxdur. Və P-dəki dediyim kimi paraqrafdır, yəni abzas, ilk paraqraf. Yəni bir də ki, bunu demək istəyirəm. Məsələn, siz əgər tutaq ki, editorda belə eləsəz hello world, ondan sonra məsələn belə bir şey yazsaz, ondan sonra təzədən bura bir söz yazsaz, məsələn salam. Yəni bunlar gördüyünüz kimi burada editorda alt-alta görsənir. Yəni hello world yuxarıdadır, salam aşağıdadır. Amma yəni bura girsəz gördüyünüz kimi belə olur. İndi məndə avtomatik olaraq bu düzəlir. Yəni bir sözlə bunu belə yazsanız belə, yəni buradakı görürsüz aralıq var. Yəni bu saytda görsənməyəcək bu aralıq. Çünki HTML bunu fikirləşəcək ki, sadəcə burada bir aralıq var və ona görə sadəcə belə bir şey çıxardacaq. Bunu necə edə bilərik ki, alt-alta düşsün? Bizdə deməli bir şey var. Bir nə deməkdir? Breaking line adlanır. Bir yazandan sonra bir sözlə buradan belə bir xətt kimi yaranır, sadəcə görünməz xətt. Yəni ki, tekst aşağı düşsün. Ondan sonra məsələn bunu silək. Bir yerin bağlanış təqi yoxdur. Çünki bir yerin məsələn içinə heç nə yazmırsınız. Yəni məsələn gördüyünüz kimi pinim niyə bağlanış təqi var? Çünki pinin içinə nəsə yazırsınız ki, məsələn saytda görsənsin. Amma bir yerin içinə heç nə yazmırsınız deyənə, bunun sadəcə açılış təqi var, amma bağlanış təqi yoxdur. Yəni bunu avtomatik olaraq öz-özünə bağlanır. Məsələn bir yer yazandan sonra təzədən məsələn p yazsaq salam. Gördüyünüz kimi burada boşluq yarandı. Yəni bu da deməkdir ki, yəni bir yer boşluq belə yaradır, amma məsələn bir yeri silsək, gördüyünüz kimi daha yaxınlaşır. Yəni ümumilikdə bir abzas buraxmaq üçündür. Yəni belə bir şey fikirləşə bilərsiniz. Amma yəni dediyim kimi bir yerin açılış tagi var, amma bağlanış tagi yoxdur. Ondan sonra ümumilikdə HR başa salmaq istəyirəm. HR da horizontal line kimi gedir. Bir yerin yerinə məsələn HR yazsaz, bunun da açılış tagi var, amma bağlanış tagi yoxdur. Çünki yenidən bunun içinə yəni heç bir şey yazmırsınız. Gördüyünüz kimi belə bir xətt yaranacaq saytda. Yəni ümumilikdə bu da abzas buraxmaq üçündür, amma əgər xətt qoymaq istəyirsinizsə, yəni belə bir şey. Tamam. Deməli, sonra burada image də var. Sadəcə onu biraz sonra başa salmaq istəyirəm. Okay. Tamam. Birinci ondan image-dən belə əvvəl bunları başa salmaq istəyirəm. Listlər, siyahılar. Deməli, ümumilikdə HTML-də iki cür siyahı olur. Biri unordered list, yəni elə bil ki, sıralanmamış və ordered list, yəni sıralanmış. Bunların fərqləri nədir? Elə bil ki, əgər sıralı deyilsə, gördüyünüz kimi burada belə yumru belə ikon yaranır. Yəni burada HTML avtomatik olaraq bunları sıralamır. Sadəcə yəni məsələn, sadəcə belə məsələn yumru belə nöqtələr qoyur. Bunun əslində başqa dizaynlar da var. İndi onları göstərəcəm necə eləmək olar. Amma orada da olanda gördüyünüz kimi 1, 2, 3. Burada fərqli odur ki, gördüyünüz kimi buradan 1 yazılmayıbdı, 2 yazılmayıbdı, 3 yazılmayıbdı. Yəni bu avtomatik olaraq elə bil ki, bunu başa salır. Bunu başa düşür yəni. Ümumilikdə tutaq ki, mən bunu kopyalasam, bura açsam. Gördüyünüz kimi burada belə yaranır. Yəni 1, 2, 3. Amma burada gördüyünüz kimi məsələn mən 1 yazmamışam, 2 yazmamışam, 3 yazmamışam. Deməli, ordered listin əslində başqa tipləri də var. Onları da göstərmək istəyirəm. Məsələn girsəm OL HTML types. Deməli bu tiplər nədir? Məsələn default olaraq, yəni əgər siz burada heç nə yazmasanız bunun içinə tip olaraq, onda bu 1, 2, 3 olacaq. Amma məsələn tutaq ki, biz ABCD istəyiriksə, sadəcə bura giririk, burada yazırıq type və məsələn gördüyünüz kimi öz-özünə çıxır. Məsələn kiçik A yazsaq, gördüyünüz kimi ABC və belə alfabetlə elə ki gedəcək. Ondan sonra bilmirəm, məsələn böyük A yazsaq, onda böyük hərflər olacaq, gördüyünüz kimi. Sonra səhv eləmirəmsə böyük I yazanda belə gördüyünüz kimi belə olur. Yəni bir sözlə ordered list odur ki, bunların sırası var. Yəni birinci, ikinci, üçüncü və s. Amma unordered olanda, məsələn bunu ulu eləsək, burada artıq tip yoxdur. Unordered listin tipi yoxdur. Burada sadəcə belə olur. Amma bunun da yəni düşünsəniz ki, bəs məsələn gələcəkdə bunu fərqli eləmək istəsəz, yəni məsələn istəmisiniz ki, burada nöqtə olsun, burada məsələn fərqli bir dizayn olsun, onu artıq CSS-də eləmək lazım olacaq. Yəni dizayn hissəsində. Onu da növbəti dərslərdə baxacağıq.
Deməli, bundan sonra ümumilikdə image tagini başa salmaq istəyirəm. Məsələn, yenə də VS Code-da rahatdır ki, image yazandan sonra enter basandan sonra avtomatik olaraq doldurur. Deməli, burada əsasən 2 dənə, bir dənə lazım olan, bir dənə lazım olmayan bir, yəni data yazmaq lazımdır. Deməli, source-un içinə ümumilikdə sizin faylınız hardadır, onu yazmaq lazımdır. Yəni məsələn tutaq ki, biz bir dənə gəlin şəkil axtaraq. Tutaq ki, belə bir şey yazaq. Mercedes-in bir dənə məsələn tutaq ki, şəklini götürürük. Ümumilikdə burada nə edirsiniz? Əgər bunu right click eləsəniz, burada görürsüz ki, copy image adres var. Əgər bunu kopyalayandan sonra təzədən bura qayıtsanız və source-un içinə yazsanız, paste eləsəniz, gördüyünüz kimi linkdir bu. Bu HTML avtomatik olaraq gedəcək bu linkə və buradakı elə bir ki, şəkli götürəcək. Alt nədir? Əgər məsələn tutaq ki, bu şəkli sildilər, gələcəkdə məsələn bu şəkil silindi. Mən düzgün. Okay. Məsələn gələcəkdə bu şəkli sildilər. Onda məsələn ki, saytınızda yəni boş bir alan yaranmasın. Altın yerinə məsələn tutaq ki, Mercedes yazsanız, məsələn bir dənə dəyişim. Okay. Mercedes yazsanız məsələn, onda məsələn bu şəkil görsənməsə, onda bu şəklin yerinə sadəcə Mercedes sözü yazılacaq. Məsələn, girsək sayta, gördüyünüz kimi burada belə bir şəkil yaranır. Ancaq məsələn tutaq ki, mən linki səhv eləsəm, tutaq ki, bilmirəm, bunu belə səhv yazaq. Gördüyünüz kimi burada belə bir ikonka olur və burada Mercedes yazılır. Dediyim kimi məsələn əgər sizin şəkliniz internetdə falan silinsə və ya tutaq ki, linki falan səhv yazıbsınızsa ki, burada link səhvdir çünki sildim. Avtomatik olaraq altda olan, yəni alt datanın içinə yazdığımız söz burada yazılacaq. Alt sadəcə bunun üçün deyil, əlbəttə ki. Məsələn tutaq ki, mən burada Mercedes axtardım. Yəni Google məsələn düz Google çox qəşəng işləyir, amma yəni Google o qədər ağıllı deyil ki, məsələn hər şəkli belə baxsın və orada bütün Mercedes maşınlarını məsələn başa düşsün. Xeyr. Burada məsələn dediyim kimi hər bir bu şəkillər ümumilikdə saytların özlərindən gəlir. Məsələn burada visit knopkasına bassaq, sayt açılsın. Gördüyünüz kimi bu da başqa bir saytdır. Alman saytıdır və saytda ümumilikdə bunu belə qoyublar. Yəni Mercedes-in məsələn şəklini qoyublar və bunun da həmişə alt olan hissəsinə bunun məsələn Mercedes yazıblar ya Mercedes-Benz yazıblar. Yəni Mercedes sözü olan bir məsələn söz yazıblar ora. Buna görə də məsələn Google onu axtaranda ümumilikdə bütün saytları gəzir və alt olan hissəsində hardakı Mercedes sözü var, onları məsələn bura çıxardır. Yəni image bölməsinə çıxardır. Ona görə də yəni burada bütün hamısı görsənir. Gəlin bunu qaytaraq ki, yaxşı görsənsin. Okay. Okay. Deməli sadəcə bunlar deyil, məsələn şəklin gördüyünüz kimi burada şəkil çox böyük görsənir. Məsələn tutaq ki, istəsəniz bunu balacalatmaq, bunu iki cür eləmək olur. Biri CSS-in özündən, amma CSS hələ ki biz keçmirik deyənə bunu ümumilikdə HTML-in özündə göstərmək istəyirəm necə olunur. Deməli bunlardan əlavə siz məsələn width yaza bilərsiniz. Width-in içinə əsasən faizlə də yaza bilərsiniz, piksellə də yaza bilərsiniz. Ümumilikdə burada yəni uzunluğunu bildirmək istəyirsiniz. Məsələn tutaq ki, yazsaq 100 piksel. Gördüyünüz kimi belə balacalandı. Və ya bunun canı çoxaldaq ki, daha yaxşı görsənsin. Okay, məsələn belə bir şey. Yəni ümumilikdə məsələn əgər bunu böyütmək istəsəniz, kiçiltmək istəsəniz, yəni belə bir şey yaza bilərsiniz. Okay. Tamam. Gördüyünüz kimi burada don başlanır. Height da qoymaq olur. Yəni height da ümumilikdə yəni bu ikisini də yazmaq olur. Tutaq ki, məsələn yəni elə burada göstərim. Məsələn burada 100 piksel yazsaq, məsələn, gördüyünüz kimi belə bir şey çıxır. Bunu məsələn əgər birini yazsaz avtomatik olaraq HTML ağıllıdır. Yəni avtomatik olaraq elə edəcək ki, şəkil tam görsənsin, yəni düzgün görsənsiz. Amma fikirləşsəniz ki, məsələn bu şəkil çox böyükdür. Yəni yenə də məsələn ikisini də yaza bilərsiniz. Height-da yazanda məsələn bura 500 piksel qoyaq. Yəni gördüyünüz kimi belə bir şey. Şəkil əzilir, düzdür? Məsələn 100 falan qoyanda. Bunu heç vaxt yoxlamamışam. Məsələn 1 falan qoyanda işləyirmi ya yox? Aha, işləyirmiş. Gördüyünüz kimi yəni burada 1 piksel
böyüklüyündə, yəni belə bir şəkil əslində heç də görsənmir. Amma yəni ümumilikdə dediyim kimi ikisini də istifadə edə bilərsiniz. Belə qalsın. Tamam. Okey. İndi isə əvvəla bura kiminsə sual var? VS Code üçün nə qədər RAM kifayətdir? Əslində məncə, yəni VS Code çox da yer tutmur. Əgər məsələn HTML zad yazsanız, yəni inanmıram. Yəni məncə yoxlaya bilərsiniz. Tam dəqiq deyə bilmərəm nə qədərdir. Amma yenə də elə bir ki, yükləyib baxa bilərsiniz. Amma yenə də dediyim kimi HTML zad yazanda, yəni çox yer tutmayacaq. Yəni kompüter falan donmaz. Yəni istəsəz yoxlaya bilərsiniz. Bir də ki, bunu da əvvəlcədən deyim, yükləmək istəsəniz özünüz diqqətli olun. Biri var Visual Studio, bir də var Visual Studio Code. Birinin belə rəngi, qoy göstərim elə səs almayasınız. Okey, Visual Studio gördüyünüz kimi budur. Yəni bunun logosu falan fərqlidir. Amma Visual Studio Code-da fərqlidir. Yəni bu ikisi tamamilə fərqli bir şeydir. Siz kod olanı yükləyin. Düzdür, yəni ikisində də kod yazmaq olar, amma yenə də o birisi mənə xoşuma gəlmir, düzünü desəm. Yəni yenə də istəsəniz onu da yükləyə bilərsiniz, amma ən yaxşısı kodun özünü yükləməkdir. Yəni bu çox yaxşı cəlbdir. Yəni elə bunun özünü yükləsəz yaxşı olar. HR elə bir ki, horizontal line gedir. Yenidən başlayalım. Gördüyünüz kimi burada HR yazmışam. Belə bir xətt yaradır. Məsələn gördüyünüz kimi belə bir xətt olur. Məsələn HR-ın özünü silsəm, gördüyünüz kimi xətt itir. Yəni ümumilikdə HR əgər xətt qoymaq istəsəniz ki, məsələn abzasın yerinə xətt olsun, yəni boş bir yerin şeyinə xətt olsun, onu da HR yaza bilərsiniz. Amma istəsəz məsələn sadəcə boşluq olsun, onu da bir yer yazsınız. Və gördüyünüz kimi belə boşluq yaranır. Elə onu deyirdim. Yəni faylı, yəni məsələn istəsəniz belə ümumilikdə əgər öz şəkliniz varsa, folderin içinə ata bilərsiniz. Yəni məsələn yüklədiyiniz şəkillərdən birini bura atırsınız, ondan sonra məsələn burada folderi yaz. Məsələn tutaq ki, gəlməsin burada göstərim. Tutaq ki, təzə folder yaratdıq, images. Ondan sonra gəlin bir dənə şəkil yükləyək. Məsələn Visual Studio'nun şəklini. Məsələn bura save eləsək. Okay, tamam. Ondan sonra gördüyünüz kimi burada yaranır şəklin özü. Sonra məsələn istəsəniz ki, məsələn sizin folderdəki şəkli göstərəsiniz. Bunu belə basılı tutun. Ondan sonra shift-i basılı saxlayın və bunun içinə atsız avtomatik olaraq öz-özünə yazılır. İstəsəz özünüzdə yaza bilərsiniz, yəni onun fərqi yoxdur. Yenə də indi girək sayta. Gördüyünüz kimi burada yaranır. İndi bunu gəlin yaxşı görürsəniz. Tamam. Yəni istəsəniz belə internetdən də götürə bilərsiniz. İnternetdən götürməyi çox vaxt tövsiyə eləmərəm. Yəni məsələn birdən olur ki, sayt silinir. Məsələn hansısa şirkət bankrupt olsa, məsələn tutaq ki, saytlarını falan bağlasalar bu şəkil itir də. Yəni incə Mercedes halında gördünüz, məsələn linki səhv yazdım, orada Mercedes yazıldı. Yəni əgər elə şey olmağını istəmirsinizsə, elə ən yaxşısı folderə atasınız. Yəni imagesin içinə yazmasanız da olar, onun fərqi yoxdur. Yəni belə move eləyək. Yəni belə olsa da fərqi yoxdur. Amma bunu da göstərim ki, yəni bunu səhv yazanda işləmir. Məsələn, indi gördüyünüz kimi yenə də Mercedes yazıldı. Çünki altının içində Mercedes yazmışdıq. Ona görə burada yəni adres dəyişir. Çünki dediyim kimi folderin içindən çıxartdım və sadəcə indi image.jpg-dir. Ona görə sadəcə image.jpg yazırıq və yenə də görsənir. Elə dediyim kimi, yəni folderin içinə atsız elə incə göstərdiyim kimi. Yəni yükləsəniz lap yaxşı, yəni problem olmaz məncə. Okey. Tamam. Deməli indi Anchor adlanır bu, Anchor linki. Bu nədir? Məsələn saytlarda falan görürsünüz, adi məsələn WhatsApp-ın özündə siz məsələn bu mitinqə necə qoşuldunuz, yəni üstündən baxsız, yəni linkin avtomatik olaraq sayt açıldı. Anchor linki də tam onun üçündür. Bu elə bir ki, bu da açılış tagi var, bağlanış tagi də var.
Ümumilikdə başa salın. Burada da A yazanda avtomatik olaraq əgər enter vursanız açılacaq. Deməli, bunu necə istifadə edirlər? Ahrefs-də siz ümumilikdə getmək istədiyiniz, məsələn, saytın linkini yazırsınız. Tutaq ki, indi mən burada Rise Together yazsam. Okay. Və məsələn, ki bu görsənsin, bu anchor linkin içinə məsələn nəsə yazmalısınız. Məsələn, tutaq ki, linkə bas. Yəni belə bir şey. İndi sayta girsək. Mən şəkli siləmək yaxşıdır, problem olmaz. Okay, tamam. Gördüyünüz kimi belə göy rəngdə olur, altından da xətt gəlir. Bu o deməkdir ki, bu linkdir, yəni üstünə görürsüz, üstündən tutanda da belə olmadı, okey. Deməli, dediyim kimi, yəni bu linkdir, yəni məsələn, bunu artıq üstündən basanda dediyim sayta gedəcəm, məsələn basam. Bir dəqiqə burada mən səhv yazdım. Buradan götürüm. Tamam. İndi məsələn linkin üstündən basanda avtomatik olaraq gördüyünüz kimi sayta atır, yəni öz-özünə. İncə nə baş vermişdi soruşsanız, yəni nəyə görə işləmədi? Mən burada sadəcə risetogether.az yazmışdım. Amma yəni bunu belə deyim, VS Code'un özü başa düşür ki, bu linkdir. Amma HTML bunu başa düşmür. HTML düşündü ki, bu ya şəkildir, ya nəsədir. Ona görə bizim folderin içini axtarmağa başladı. Gördü ki, folderin içində heç nə yoxdur və yəni yaxşı tanıdığınız bir error verir. Bu əslində 404 errorudur. Məsələn, burada inspect edəsək 404 not found. Bu error buradan gəlir. Əgər məsələn hansısa faylı tapa bilməsə sayt avtomatik olaraq 404 error verir. 404 errorda görəndə başa düşməlisiniz ki, yəni deməli nə isə tapmadı. Yəni gördüyünüz kimi burada risetogether.az deyə bir şey olmadığına görə saytda avtomatik olaraq deyir cannot get risetogether.az. Yəni bu sayta girə bilmir. Sayt deyil əslində. Yəni bu linkə girə bilmir, belə deyim. Amma ondan sonra yenidən məsələn mən düzgün linki qoyanda artıq düzgün linkdə necə görsənir? Onu da göstərim. Deməli, düzgün linkdə burada artıq HTTPS falan var deyənə, buna artıq HTML başa düşür ki, yəni bu linkdir. Ona görə yenidən geri qayıtsaq və linkə basaq, gördüyünüz kimi açılır. Amma indi burada bir problem var. Yəni gördüyünüz kimi mən linkə basan kimi saytı açır. Ancaq mənim saytım itdi. Yəni gördüyünüz saytdan avtomatik olaraq çıxır da, yəni. Gördüyünüz kimi sayta geri qayıtmaq üçün bu geri qayıtmaq knopkasını basıram və yenidən sayta geri qayıdır. Bunun bəs qarşılığını necə ala bilərik? Deməli, HTML-də belə bir şey var, target adlanır. Deməli, targetin, məsələn, burada blank yazsaq, blank nə deməkdir? Bu linkin avtomatik olaraq üstünə basanda yeni bir təbdə açacaq. Məsələn, buna bassaq, gördüyünüz kimi yeni bir təbdə açdı. Görürsünüz, burada saytımın özü burada qalır və link də bura gəldi. Yəni, nə qədər bassaq, məsələn, gördüyünüz kimi açılır. Və elə bir ki, ancaq mən dediyim şeyi istəyirsə, məsələn, burada blankin yerinə self yazsaq, gördüyünüz kimi sayt itdi. Yəni, saytın olduğu təbdə qoyduğumuz linki açmağa çalışır. Yəni, gördünüz. Əlbəttə ki, tövsiyə olunur hər dəfə, məsələn, blank istifadə edəsiniz. Amma yəni o indi sizin yəni öz seçiminizdən asılıdır. Nəyə görə deyirəm? Yəni əslində yəni həmişə blank istifadə də etməyin. Belə başlayalım. Tutaq ki, yəni bura məsələn başqa saytların linkini falan qoymaq lazım deyil. Məsələn, adi dediyim kimi sizin saytda bir neçə səhifə də ola bilər. Məsələn, birinci ana səhifə, ondan sonra məsələn bizim haqqımızda falan. Məsələn, bizim haqqımızda üçün yəni burada blank lazım deyil də yəqin ki, elə istəyirsiniz ki, bu təbdə ilə bizim haqqımızda məsələn səhifəsini açsın. Yəni çünki bu daha rahat olar da. Bilmirəm belə telefonunuzdan indi bəlkə də girsəz Chrome-a, orada tabs yerinə baxsaz bəlkə də orada 100-dən çox tabs açılıb da, yəni amma sizin heç bir xəbəriniz yoxdur. O əslində telefona biraz pis təsir edir. Yəni biraz məsələn yeri doldurur. Yəni silsəz yaxşıdır, amma qalsa da problem deyil. Yəni çox da yer tutmur. Amma yenə də dediyim kimi, əgər məsələn fikirləşsəniz ki, yeni təbdə istəyirsiniz, burada sadəcə blank yazsınız, yox əgər istəyirsiniz elə eyni təbdə açsın, onda yəni heç nə yazmasaz da olar. Elə məsələn targetin özünü silsəz də belə də olar. Yəni burada gördüyünüz kimi açır. Okay.
Deməli, əslində bunun belə rəngini belə xoşunuza gəlməyə də olar. Yəni məsələn rəngi falan, altından xətt, yəni çox da yaxşı görsənmir. Bunun da qarşısını almaq olur, amma yenə də bizə CSS lazımdır. CSS-də çox şey eləmək olur, yəni xoşuma gələn dildir. Yəni ümumilikdə, yəni məsələn tutaq ki, necə göstərim? Məsələn bizdə məsələn bu saytı görürsünüz, belə rise2gather.az. Yəni görürsüz burada hər şey necə, yəni qəşəng, səliqəli falan görsənir. İndi tutaq ki, əgər mən fayllarıma girsəm, məsələn ümumilikdə gördüyünüz kimi burada indi gördüyünüz kimi nə qədər səhifə var. Əgər mən məsələn index.html saytın səhifəsinə girsəm, burada fərqliləşdi. Yəni ümumilikdə məsələn əgər mən CSS-i falan silsəm burdan ki, silməyəcəm. Çünki silsəm yəni itəcək. Deməli, əgər məsələn mən CSS-i silsəm ümumilikdə və sadəcə bunu açsam, yəni sayt çox bərbad bir şəkildə görsənəcək. Onu əslində belə bir şey eləyə bilərəm sizə göstərmək üçün. Məsələn mən bunu kopyalayım. Əgər məsələn bura açsam, artıq replace verək. Tamam. İndi məsələn mən artıq bura girsəm, okey. Gördüyünüz kimi sayt yəni pis günə düşdü. Yəni məsələn CSS ilə olan sayt budur və CSS-siz olan sayt budur. Yəni gördüyünüz kimi məsələn bir baş salım. Məsələn burada gördüyünüz kimi o A-lardan istifadə eləmişəm nə qədər. Bunlar indi buttonlardır ki, gələcək dərslərimizdə başa salacağam. H3 olmalıdır məncə bu. Sonra bunlar paragraflar və s. və s. Yəni ümumilikdə gördüyünüz kimi sayt pis günə düşdü də, yəni CSS olmadan, yəni saytı internetə qoymağınız, yəni çox adam girməz. Amma yenə də, yəni ilk dərslər üçün biz onsuz belə işləyəcəyik. Tamam. Deməli, bir də bir şeylə başa salmaq istəyirəm. Burada yazmışam. Yox, burada yazmamışam. Tamam. Bunları da başa salım, artıq yekunlaşdıra bilərik. Deməli, incə gördüyünüz kimi, məsələn, sadəcə H1, yox, Codeforce CSS falan yoxdur. Yəni Codeforce orada yəni competitive programming gedir. Amma CSS competitive programming deyil. Amma yəni gələcəkdə başa salacağam onsuz. Məncə 2 həftə, 3 həftədən sonra bəlkə də başlayarıq. Tamam. Hə, Codeforce-da bir dənə Codeforce-da baxım bir dəqiqə. Yəni dediyim kimi frontend sadəcə HTML falan deyil əslində. Yəni məsələn bunu şeylə də yaza bilərlər. Nə idi onun adı? React falan da istifadə edə bilərlər. Ona görə baxmaq istəyirəm. Amma yəni ümumilikdə burada dizayn varsa, yəni deməli CSS falan istifadə olunubdur yenə də. Tam burada görsənmir niyəsə də. Mən də səhv yerə baxıram. Amma yenə də bunu tam dəqiq bilmirəm, bu HTML ilə düzəlibdir, yoxsa məncə bu PHP ilə düzəlibdir. Yəni Codeforce saytı. Amma yəni tam Codeforce saytı kimi HTML, CSS, JavaScript ilə də belə düzəldə bilərsiniz. Məsələn burada tutaq ki, eləcə HTML ilə eləsəydilər, yəni məsələn buradakı gördüyünüz dizayn falan olmazdı. Yəni gördüyünüz kimi bunun fontları falan, həmçinin buna fikir verin. Yəni görürsüz burada font biraz fərqlidir. Görürsüz belə burada hello-nun falan belə səhv eləmirəmsə serif olmalıdır. Amma yəni buradakına baxsaz, gördüyünüz kimi baxın H hərfi burada necədir? H hərfi burada necədir? Yəni CSS istifadə edərək onu yəni hər şey eləyə bilərik. Yəni dizaynı falan dəyişdirə bilərik. Tamam. Bir dənə də şeyi göstərmək istəyirdim. Deməli, gördüyünüz kimi bu Hello World CP sayt hazırlaya bilərik. CP C++ demək istəyirsən, yoxsa necə? Mən özüm 11-ci sinifəm, bu il bitirəcəm. Competitive programming üçün əlbəttə düzəltmək olar, problem deyil. Yəni onun üçün bir sayt düzəltmək istəyirsənsə, yəni düzəldə bilərsən. Əla olar. Sadəcə HTML, CSS, JavaScript-lə inanmıram. Yəni təkcə HTML, CSS, JavaScript-lə inanmıram. Əlavə məsələn backend falan da yazmaq olacaq. Çünki yəni competitive programmingdə məsələn kodları falan yoxlamaq üçün background-da məsələn bir neçə şeylər gedir də. Yəni onların hamısında məsələn backend falan istifadə etmək lazımdır. Siz sağ olun. Okay.
Deməli, Hello World gördüyünüz kimi, yəni bunlardan şrifti biraz fərqlidir. Bunu başlayacağım, bunu biz necə edə bilərik? Məsələn, paragrafda. Məsələn, burada gördüyünüz kimi bolddur. Bu bold aldı. Yəni qalın şriftlə yazılıbdır. Məsələn, tutaq ki, istəsək bu Hello World sözünü də qalınla olsun. Məsələn, gəlirik bura və belə bir şey var. Strong adlanır. Deməli, bunu da sileyim. Deməli, strong da açılış tagi var və bağlanış tagi var. Strong güclü kimi tərcümə olunur, amma burada daha çox bold kimi tərcümə olunur. Yəni burada bold yoxdur. Boldun yerinə strong var. Məsələn, bura təzədən yazsaq hello world. Okay, gördünüz? Yəni incə, məsələn bunu siləndə baxın, gördünüz bu belə qalındır, gördüyünüz kimi. Amma məsələn strongu falan siləndən sonra yəni gördüyünüz kimi belə gedir təbii ki. Yəni bir sözlə strong yazaraq bunu qalın edə bilərsiniz. Qoy elə hamısını yazın, bir dəfəlik göstərim. Tamam. Okay. Deməli birincisi bizdə bold var idi. Ondan sonra italic deyilir. Bunu sadəcə i yazaraq eləmək olur. Gördüyünüz kimi hello world gördüyünüz kimi biraz belə kursiv kimi yazıldı. Belə başa salım. Yəni buna bold, bu italic. Ondan sonra səhv eləmirəmsə u olmalıydı. Okay, tamam. Bir dəqiqə. Tamam. Və gördüyünüz kimi u da yazanda altına məsələn xətt. Yəni belə başa salım. Bu ümumilikdə məsələn lap əvvəllər belə təqlər falan yox idi. Məsələn p-ni açasınız, içinə bunu yazasınız ki, məsələn kompüter başa düşsün avtomatik olaraq bu necə işləyir. Yəni bir sözlə nəyi başa salmaq istəyirəm? Gördüyünüz kimi bu anchor linkində və underline-da gördüyünüz kimi ikisində də eyni bir xətt var. Bu nə deməkdir? Yəni bir sözlə əgər a-nın içinə bir şey yazsaz, məsələn onda avtomatik olaraq, yəni məsələn tutaq ki, bunun içində başqa kodlar da ola bilər də. Məsələn biz indi arxa fonda bilmirik nə gedir. Yəni məsələn kompüter özü orada düşünür. Yəni kompüter bunu məsələn sözlərlə falan görmür. Məsələn bizdə dediyim kimi burada UTF-8 var. Bu nə edir? Ümumilikdə bütün yazılan hər şeyi bu rəqəmlərə çönərir. Yəni məsələn 0101 falan deyirlər məsələn. Kompüterlər məsələn belə bir şey görür. Yəni 010111. Yəni kompüter sadəcə bunu oxuyur. Yəni çünki kompüter hərfləri falan oxuya bilməz. Yəni məsələn t hərfinin bilmirəm eşidibsiz ya yox, belə bir şey var. Deməli SQL listi. Okay. Elə belə görə bilərik. Tamam. Deməli gördüyünüz kimi hər bir məsələn hərfin, hər bir məsələn rəqəmin öz bir kodu var məsələn. Belə deyim, məsələn incə açdığım yeri məsələn inspect eləyəndə ümumilikdə burada məsələn kodlar falan görsənir. Gördüyünüz kimi bütün yazılım kodlar görsənir. Amma yəni çox saytda məsələn əgər sadəcə siz onu kopya eləsəniz, yenə də belə sayt gördüyünüz kimi olmayacaq əlbəttə ki. Çünki dediyim kimi backenddən asılı bir şey var. Əgər sadəcə sayt frontenddirsə, yəni niyə də olmaz? Yəni məsələn adi Ctrl save eləyəndə gördüyünüz kimi belə bir şey açılır. Yəni saytın özünü yükləmək olur. Amma bu sadəcə yəni frontend yüklənəcək. Yəni məsələn backenddə olan kodlar falan, serverdə olan kodlar falan onları yükləmir. Yəni funksiyalar falan işləməyəcək və s. Yəni əgər çünki olsaydı elə bir şey eləmək, yəni məsələn bankın məsələn şeylər falan var da, saytları falan. Adi məsələn bir bankinkini yükləyir, oradakı database falan access eləyə bilərik də. Yəni ona görə bu əlbəttə ki olmur. Amma yəni yenə də eləcə frontend istəsəniz olar. Niyə də olmaz ki? Aha, backend kodlarında VS kodda yazırıq. Sadəcə HTML faylında yox, yəni ümumilikdə hamısı məsələn index.html gedir, sonra styles.css, ondan sonra məsələn index.js, bu frontendin JavaScript'ini yazmaq üçün, sonra mən istifadə elədiyim backend üçün server.js, yəni belə yaza ümumilikdə belə fayllar yaradırsınız. Yəni CSS-i məsələn burada yazacağıq, JavaScript-i burada yazacağıq və backend-i də burada yazılacaq elə ki, ümumilikdə.
Tamam. Məncə elə bunları idi demək istədiyim. Okay, bunu başa salırdım. Reklam olmasa da olmaz da. Okay. Deməli, bu nədir? Ümumilikdə dediyim kimi hər bir məsələn hərfin, hər bir rəqəmin öz simvolu var. Yəni məsələn bunu kompüter gördükləri, yəni bunlar deyillər. Tutaq ki, mən burada A yazmışamsa, kompüter bunu A görmür. Kompüter bunu hansısa bir rəqəm kimi görür. Tam buradakı rəqəm kimi yox. Yəni buradakı rəqəmlər buradakılar ki 16-lıq sistemindədir. Bu 10-luq sistemindədir. Kompüter isə ikilik sistemi istifadə edir. Yəni 0101. Məsələn 65-i ikilik sisteminə çevirsək, onda A hərfini kompüter elə görəcək. Yəni məsələn bu 16-lıq sistemidir. Bəlkə də bilirsiniz. Yəni yenə də kim onu 11-ci sinifdirsə, 1-ci qrupdursa yəqin ki bilir. Yəni ümumilikdə dediyim kimi kompüter sadəcə ikilik sistemdə görür. İkilik sistemindən də 0-1 var. Eləcə o rəqəmləri oxuyur. O rəqəmlərdə məsələn 10-luq sistemini ikilik sisteminə çevirir. Məsələn A-nınki 65-dirsə, 65-i məsələn ikilik sisteminə çevirir və deməli bu A hərfidir. Yəni kompüter avtomatik olaraq onu başa düşür ki, bu A hərfidir. Yəni ümumilikdə kompüterin işləmək prinsipi də belə bir şeydir. Tamam, məncə kifayətdir. Deməli, ümumilikdə mən belə deyim, optional olaraq ev tapşırıqları verəcəm. Yəni istəyən eləsin, istəyən eləməsin. Yəni fərqi var əslində, eləyənlərin də, eləməyənlərin də fərqi var. Çünki bizdə məsələn kamplara qoşulanlar üçün əlavə məsələn hədiyyələr falan da olacaq. Yəni ümumilikdə hər kampın indi onların bütün qaydalar falan hamısı paylaşılacaq. Sadəcə sertifikat yox da indi məsələn başqa şeylərdə. Amma yəni onlardan bütün məlumatları indi paylaşacağam mən. Ona görə yəni indi o qədər də yox da, pullu deyiləm. Okay. Deməli, ümumilikdə yəni dediyim kimi ev tapşırığı verəcəm, amma istəsəniz eləyin, yəni istəsəniz eləməyin. O sizdən yəni asılıdır. Yəni ürəyiniz necə istəsə elə də eləyin. Ev tapşırığını deməli belə bir şeydir. İndi bu başa düşdüyünüz bütün şeyləri istifadə edərək istəyirəm ki, belə bir sayt düzəldəsiniz. Bunu screenshot eləyib atacağam qrupa, yəni screenshot eləməsəz də olar, fərqi yoxdur. Burada yəni necə indi məsələn sualınız olsa indi də verə bilərsiniz. Atacağam, narahat olmayın. Deməli, sualınız olsa indi də verə bilərsiniz. Məsələn, sonra mənə şəxsdən də yaza bilərsiniz. Bilmirəm, yəni mənim üçün fərqi yoxdur. Ev tapşırıqlarının qrupunun linki WhatsApp-a atılacaq. Ev tapşırıqlarını ümumilikdə qrupa göndərəcəm elə web proqramlaşdırma qrupunun özünə. Ev tapşırığını necə submit edirsiniz, onları başa salacağam. Necə? Mən pulsarlar barədə qısa pulsarlar bilmirəm nədir, amma hazırlamısınızsa lap gözəl, əla. Yəni ümumilikdə məsələn kimin biliyi varsa HTML-dən yenə də istəmirəm ki, yəni buradakı verilənlərdən qırağa çıxasınız. Yəni bütün hamını qiymətləndirmək üçün istəyirəm ki, sadəcə burada məsələn hal-hazırda başa saldıqlarımı yazın. Okay, astronomiya haqqında çox da bir şey bilmirəm. Hara qoyacağıq? Onu başa salacağam. Google Forms'da submit edəsiniz kodları falan. Deməli, onu da video çək, yəqin ki, sizə başa salaram ya da tekstlə, bilmirəm, baxacağam. Deməli, ümumilikdə dediyim kimi bilən bu ev tapşırığını başa salım. Deməli, sadəcə istəyirəm ki, mən başa saldıqlarından zəhmət olmasa istifadə edin. Yəni bu vacibdir. Yəni qırağa çıxmayın çox. Deməli, ümumilikdə necə olacaq? Yəni istəyirəm ki, öz ad və yaşınızı falan, ad, soyad, yaşınızı falan yazasınız birinci. Ondan sonra yəni ümumilikdə özünüz haqqında yazın da. Məsələn, hobbiləriniz haqqında, sevimli kitabınız haqqında, məsələn, proqram dili öyrənmək istədiyiniz dil falan yaza bilərsiniz. Məsələn, HTML, CSS, JavaScript, yəni fərqi yoxdur. Deməli, burada da yazılıbdır, yəni H1-dən falan istifadə eləməlisiniz, Anchor linkdən falan istifadə eləməlisiniz. Yəni burada indi 3 yazılıbdır, amma bir dənə də istifadə etsəz olar, fərqi yoxdur heç. Şəkil falan da qoymalısınız, yəni ümumilikdə. İstədiyiniz şəkil ola bilər, yəni öz şəklinizi də qoya bilərsiniz, ya internetdən götürən şəkli. İnternetdən bir dənə götürməyi başa salım. Deməli, gəlin elə incəkmək istəyir şəklini. Başa salım. Burada niyə yazmaq? Tamam, bunu bir dənə
saxlayım. Deməli məsələn, şəkli ümumilikdə internetdən necə götürə bilərsiniz onu da başa salım. Telefondan işləyirsinizsə ümumilikdə şəklin üstündən basılı saxlayın, amma kompüterdən isə right click eləyin. Məndə indi MacBook-da biraz fərqli açılır, amma bu hamınızda Windows-da da eyni olacaq. Deməli copy image adres var. Yəni bunu səhv salmayın. Biri var copy image, biri var copy image adres. Bu adresi istifadə eləyin, yəni bunu kopyalayın. Bir də ki, elə şəkil var, linki yaman uzun olur, yəni çox uzun olur da. İndi onu da istifadə edə bilərsiniz, problem deyil. Amma yəni tövsiyə edərəm kiçik linkli olan şeylərə istifadə edəsiniz. Vaxtımı sınayım, görüm məsələn bunda nə qədər uzundur linki. Yo, bu çox da uzun deyil, amma elə link olur, yəni ümumilikdə yəni bütün saytınızdan böyük bir link olur. Onu bilmirəm nəyə görə elə eləyirlər, amma yəni ümumilikdə başa saldığım kimi right click eləyirsiniz, copy image adres götürürsüz və images bu indi silmişəm, sırıcı olan içinə yazsınız və yəni ümumilikdə şəkli göstərməlidir. Yəni əgər nəsə indi sualınız falan varsa, yəni istəsəniz indi də verə bilərsiniz. Nəsə yazıbsınız? Aha. Yəni ümumilikdə başqa kiminsə sual falan nəsə var? Tamam. Onda yoxdursa belə hamınız çıxa bilərsiniz. Yəni ümumilikdə dediyim kimi əgər kodları ata bilərsinizmi? Aha, indi mən əslində bunu atmayacağam, başqa kodları atacağam. Yəni ümumilikdə bu PDF-in özündə atacağam. Yəni bu PDF-i belə ümumilikdə oxuya bilərsiniz. Burada nümunə kodlar falan da var. Hər dərs PDF olacaq elə. PDF deyil əslində PowerPoint-da, amma bunu PDF-ə çöndərib ataram. Elə orada məsələn ümumilikdə oxuyarsınız, yəni bütün hər şey yazılıbdır. Kodları da indi Google Forms'da səhifə yaradacağam. Orada atacağam elə ki, ümumilikdə ora kopyalayıb ata bilərsiniz yəni ora. Kampın sonunda əslində gözəl şeylər düzəltmək olacaq. Deməli belə deyim də, məsələn mən özümün ən birinci məsələn şeylərini göstərə bilərəm. Deməli, yəni kim istəyir çıxsın, yəni fərqi yoxdur. Artıq dərs bitibdi. Yəni dediyim kimi ümumilikdə belə də, yəni bütün hər şey başa salacağam, VS Code falan necə yükləmək lazımdır və s. yəni. Deməli, elə bilə məsələn sizin üçün göstərim. Məsələn, ən birinci vəbşi düzəltdiyimi falan. Mən əvvəl CodePen-də başlayırdım, yəni ən birinci. Yadımdan bəlkə də, aha, burada save olunubdur. Yəni çoxdandır bura girmirəm, bəlkə də 3 il olar. Yəni ümumilikdə belə saytlar düzəltmişdim. Yəni bu mənim məsələn ilk saytlarım falan idi. Burada hələ Google düzəltməyə çalışırdım. Haradaydı o? Aha. Burada məsələn Google falan düzəltməyə çalışırdım, gördüyünüz kimi. Yəni ümumilikdə məsələn belə şeylər düzəldə bilərsiniz. İndi buna fikir verməyin. Burada biraz ölümcül işləyir. Yəni gördüyünüz kimi belə olur. Ondan sonra CSS ümumilikdə belə görsənir. Yəni bunun hamısını başa salacağam. CSS əslində çox asan dildir. Yəni bunun haqqında narahat olmayın. Yəni ümumilikdə gördüyünüz kimi belə mən məsələn belə bir portfolio falan düzəltmişdim özüm üçün balaca vaxtı. Yəni ümumilikdə yəni belə şeylər məsələn bunu düzəldə bilərsiniz. Bəlkə də elə bunu götürərəm ki, bunun məsələn belə bir şey düzəldəsiniz. Yəni ümumilikdə məsələn eləyəv tapşırığı olacaq ki, orada tam dəqiqliklə yazacağam. Məsələn teksti belə böyüklüyündə olsun, məsələn piksellərlə falan da CSS-i qutarandan sonra. Yəni ümumilikdə belə CodePen-də istəsəniz belə aça bilərsiniz. Yəni ümumilikdə burada yəni çox şey gördüyünüz kimi yaratmaq olar. Yəni amma dediyim kimi belə qəşəng saytlar düzəldə bilərsiniz ümumilikdə komp bitəndən sonra. Komp bitəndən sonra da yox, bəlkə də CSS-i qutarandan sonra artıq yəni istədiyiniz belə gözəl dizaynlı saytlar falan düzəldə bilərsiniz də. Düzdür, funksionallığı çox da böyük olmayacaq. Amma yəni görünüş baxımından qəşəng saytlar düzəldə bilərsiniz ümumilikdə. Harda qalmışdı? Okay. Mən kimi keçəcəm? Sabahlarını bildiyiniz kimi fizika dərsi olacaq. Bir də ki, bunu da deyim, fizika dərsi offline-da olacaq. Kim ki Gəncədə yaşayır gələ bilər. Paylaşacağam ümumilikdə. O location-ı. Alt sağdakı nə qəşəng oyundur. Alt sağdakı oyun
Hansı oyun deyirdin ki? Ha bunu deyirsən. Bu məncə oyun deyil. Burada elə belə animation öyrənirdim. JavaScript-dən falan. Burada ümumilikdə animation dərsi idi. Ha, siz sağ olun. Makler saytı 100% əldə bilərsiniz, narahat olmayın. Əslində mən düzəltmişdim birini. Yəni makler saytı deyildi tam. Belə maşınlar üçün bir sayt düzəltmişdim. Yəni ilk saytım idi, satdığım sayt. Belə deyim. Amma ümumilikdə yəni belə qəşəng suallar vermə. Deməli ümumilikdə dediyim kimi qutarandan sonra kampı, məsələn aktiv olanları falan, aktiv olmayanları yox, vəbşi ümumilikdə hamıya başa salacağam. Harda məsələn sata bilərsiniz saytlarınızı falan, hardan klientlər tapa bilərsiniz falan filan. Saytı harda satırsınız? İndi onları kamp bitəndən sonra başa salacağam. Hani bana da sayt düzəldə bilərsiniz. Düzəldərəm, Babək müəllim, düzəldərəm, rahat olmayın. Göndərəcəm location'ı. Univermaq tərəfdə olacaq. Ümumilikdə location göndərəcəm. Okey, başqa nəsə sualınız var, yoxsa bitirək? Bu ateşləndə marağım artır. Amma yəni belə zarafat deyim, web sayt falan düzəltməkdə yəni qəşəng pul var. Gələcəkdə ola bilər biraz pul düşsün. Düzdür belə burada məsələn prezentasiyada yazmışam ki artacaq. Yəni internetdə də yazılmışdı 25% falan artacaq. Yəni məsələn Amerikada illik qazanc hardasa 110 min dollar falandır. Yəni əgər full stack bilmirəm daha çox olar. Frontend 100 min falandır. Backend 120 min falandır. Yəni məsələ bir şey. Neçə ilə öyrənmisiniz dahil etdim. Neçə ilə öyrənmişəm? Hardasa 2-3 il olar əslində. Yəni HTML, CSS, JavaScript bu üçünü, məsələn düzünü desəm 3 aya bitirmişdim mən. Amma indi yəni daha tez keçəcəm. İnşallah ki başa düşərsiniz. Amma yenə də. Tutorial deməli Udemy-dən falan kurslar almışdım. Udemy. Oradakı məsələn kurslarla falan bilmirəm tanıyırsınız ya, Angela Yu var. Britaniyalıdır özü. Adama Çinlidir, yəni çox normal bir şeydir. Deməli onun məsələn kursuna yazılmışdım. Orada ümumilikdə başa salır. Yəni əsasən oradan öyrənmişdim. Pulsuz mənbələrdə var. Məsələn W3 School olmalıdır. Məsələn belə bir şey yazıb HTML tutorial, yəni ümumilikdə burada da yəni öyrənə bilərsiniz, sertifikat da verir. Amma yenə də yəni ümumilikdə orada girib oradan da baxa bilərsiniz. Cloud icazə verməsi deyəndə, yəni Cloud endə işlədən də lazımdır, yəni. Belə dediyim kimi web proqramlaşdırmada yəni belə deyim də, hələ ki bütün yəni ölkələr Azərbaycan kimi yəni Cloud falan bilmir də, yəni. Əsasən məsələn gələcəkdə böyüyəndən sonra, indi bilmirəm yaşınız neçədir. Amma yenə də belə saytlar falan əlbəttə ki web developerlər olacaqlar. Yəni Cloud düzəldə bilər əlbəttə ki, ChatGPT düzəldə bilər əlbəttə ki. Amma yenə də məsələn dediyim kimi çox yazdıqca onların da beyni xarab olur. Yəni gərək özünüz də məsələn başınız çıxsın ki, baqlar falan düzəldəsiz deyən səhvlikləri. C++'ı necə öldürmürlər? Neçə ilə, hə? Belə deyim də, C++ heç il də deyil. Mən məsələn C++ haqqında heç nə bilmirdim dekabrda. Birinci tur soruşma ilə keçmişəm. Amma finala kimi çıxdım. Yəni elə Əli Əkbər müəllim keçirdi, biz də kampda olan. Yəni məni finala kimi çıxartdı sıfırdan da, yəni həqiqətən C++ heç nə bilmirdim. Finalda getdim, amma heyf ki 20 balla itirdim, 20-30 balla. Amma yenə də pis olmadım da, yəni. Belə deyim də, həyatda yəni çox şey məsələn uduzada bilərsiniz, udada bilərsiniz. Məsələn, mən getdim Rufoda finalı uduzdum, amma getdim beynəlxalq məsələn olimpiyadanı uddum. Yəni uduzmaq o deyil ki, yəni zəifsiniz. Tərsinə odur ki, yəni güclüsünüz ki, məsələn o birislər finala keçə bilmədilər, amma məsələn siz finala keçə bildiniz. Yəni fərqi yoxdur hansı turdan çıxıbsınız. Əsas məsələn çalışsaz yenə də həyatınızda istədiyiniz şeyə vəbşi nail ola bilərsiniz də bir sözlə.
Nə? 17 tələbələrimi yığıb saldım belə. C++ deyirsinizsə bəli, niyə də olmaz ki? Yəni prosta problem ondadır ki, müəllimsiz hazırlaşanda biraz çox çəkir. Yəni məsələn, şeylər falan bilmirsiniz də, taktikalar falan bilmirsiniz. Yəni biraz problem yarada bilər də. Amma yenə də məsələn dediyim kimi biraz müəllimdən keçsəniz, ondan sonra özünüz də hazırlaşa bilərsiniz. Yəni belə bir şey. Yenə də istəyirsiniz C++ kamplarına qoşulun, ümumilikdə baxın, yəni necədir. Yəni gələcəkdə ondan sonra baxa bilərsiniz də, yəni müəllim lazımdır ya yox. Siz də yəqin ki C++ hazırlaşırsınız. Sonra keçirdik foto. Yəni bizdə həqiqətən belə idi. Mən Azərbaycan Texnologiya Universiteti Gəncədəkində idim. Düzünü desəm mən gözlətmirdim 100% narahat olmayın. Amma həqiqətən gözlətmə var idi. Yəni yandakı qardaş oturub çəkibdi falan açıbdı. Ekran da işığını çox azaldıbdı. Nəzarətçilər də şey idi. Lənkəran idi deyən, oradakı liseyin direktoru falan idi. Oturub bilmirəm TikToka baxırdılar. Yəni biabırçılıq idi yenə də. Siz Hə, narahat olmayın. Onsuz recording falan var. Yəni sualınız olsa da müəllimlərin hamısına yaza bilərsiniz. Yəni finalda bizdə biraz fərqli bir şey olmuşdu. Burada deməyim, birdən qapımız adı döyərlər, lazım deyil. Aha bu 100% belə idi. Wi-Fi biz 2 saat keçdik də bir Wi-Fi görə. Elə 2 saat oturub mən qabağımda dostum idi. Tanıyırdım Sabahın alimlərindən. Elə Gəncədən biz bir yerdə getmişdik Sabahın alimlərindən. 3-cü yerə çıxmışdı. Elə bütün günü onunla danışırdım. Yəni bütün gün deyəndə o 2 saat ərzində də onunla danışırdım. Sneakers. Əslində bilmirəm yadınıza düşür ya yox. Elə bir ki Astuda olacaqdı səhvləmirəmsə hamısı. Sonra Free-to-la keçirdilər. Yəni Astuda o internet falan problem oldu, yəni Free-to-la keçdilər hamısı səhvləmirəmsə. Adı yadımdan çıxdı. Mələyin şey var idi, sinif yoldaşı. Onu deyirəm. Tamam. Ümumilikdə yəni dediyim kimi nəsə sualınız falan olsa mənə də yaza bilərsiniz və ya başqa fəndən olsa başqa yəni müəllimlərə də yaza bilərsiniz. Ümumilikdə yəni mənə Sabahın alimlərindən də nəsə soruşmaq istəsəniz yaza bilərsiniz. Yəni orada da təcrübəm çoxdur. Yəni ümumilikdə nə istəsəz sual verə bilərsiniz də mənə. Tamam, rekord olacaq. Tamam, məncə bitirə bilərik artıq. Yəni hamını çox tutmayım. Oldu inşallah ki dərs xoşunuza gəldi. Yenə dediyim kimi bütün məlumatları paylaşacağam. Siz sağ olun. İnşallah görüşərik. Oldu hamıya sağ olun və uğurlar. Sağ olun. Sağ olun.